Salam, hər vaxtınız xeyir, əziz və dəyərli kanal izləyiciləri. Bugün sizlərə 2-cü sinif riyaziyyat dərsi ilə növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl sizdən bir xahişim olacaq ki, əgər siz də yeni dərs izahlarından ilk xəbərdar olmaq istəyirsinizsə, zəhmət olmasa kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bununla yanaşı onlayn hazırlıq qruplarımıza aşağıdakı nömrə ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Hazırlıqlarımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla həm Azərbaycan dili, həm riyaziyyat fənni üzrə tədris olunur. Monitorinqlərə hazırlıq, riyazi bacarıqların inkişaf etdirilməsi, oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi, oxuyub anlama mətnlərinin müstəqil necə işləmək olar, dərslikdəki mövzuların izah olunması, ev tapşırıqlarına dəstək, bütün bunların hər biri bizim hazırlıqlarımızda mövcuddur. Siz sadəcə aşağıdakı nömrəyə yazmaqla onlayn dərsimizin nəticələri haqqında, üstünlükləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz. İndi isə keçirik dərsimizin izahına. Bugünkü mövzumuz təqribi toplama və çıxma olacaq. Gəlin baxaq tapşırıqların izahına. Misal 1-də bizə deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırmaqla hesablayın. Təqribi cavabı dəqiq cavabla müqayisə edin. Əvvəlcə baxırıq 172. Deməli, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 1-dən sonra 7 gəlir. Bir vahid artacaq, olacaq 2. Qalanları da 200. 321 də yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda olacaq 300. Çünki 3-dən sonra 2 gəlir və 0, 1, 2, 3, 4 gələrsə, 0, 1, 2, 3, 4 gələrsə, o zaman ədəd dəyişmir olduğu kimi qalır. Lakin 5, 6, 7, 8 və 9 gələrsə, ədədin üzərinə 1 əlavə olunur. Yəni, həmin ədəd, həmin mərtəbə bir vahid artır. 200 ilə 300-ü toplayırıq, olacaq 500. Bu təqribi qiymətimizdir. Təbii ki, dəqiq qiyməti isə hesablayırıq. 172-nin üstə 321 gələndə eləyəcək 3, 9, 4. 493. Bizə deyir ki, təqribi cavabla dəqiq cavabı müqayisə edin. 500 bölüdür 493-dən. Bu təqribi, bu isə dəqiq. Keçirik növbəti 732. Təqribi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda eləyəcək 700. Çünki 7-dən sonra 3 gəlir. Ədəd olduğu kimi qalır, dəyişmir. 129-u da yuvarlaqlaşdırsaq olacaq 100. Və bunları toplayırıq. 700-ün üstə 100 gələndə edəcək 800. Bu təqribi qiymətdir. 730, daha doğrusu toplama deyil, üzr istəyirəm, çıxma olacaq. Deməli, 700-dən 100-ün çıxanda qalacaq 600. 732-dən də 129-u çıxırıq. 12-dən 9 çıxdıq 3. 2-dən 2 0. 7-dən də 1 çıxanda 6. 600-dən 603-ü müqayisə etsək, kiçik işarəsi qoyacaq. Keçirik növbəti 205 üstə gəl 358. Baxın. Dəqiq qiymətini hesablayanda, topladıqda 5-ün üstə 8 gələndə 13, 3 yazdıq 1 yadda, 0-ın üstə 5 gəldi, 5, 1 də yadda 6, 2-nin üstə 3 gəldikdə isə 5 edir. Bu dəqiq qiymətidir. İndi isə gəlin təqribini hesablayaq. 205-i yüzlüklərə qədər yuvarlaqlaşdıranda edəcək 200. 358-i yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda isə eləyəcək 400. Çünki 3-dən sonra 5 gəlir və bir vahid artır. Təqribi olacaq 600. 563 dəqiq qiymətdir. 600 də təqribi qiymətdir. Kiçik işarəsi qoyulacaq. Keçirik növbəti 329 çıxılsın 109. Dəqiq qiyməti hesablasaq görərik ki, 220-dir dəqiq qiymət və yuvarlaqlaşdıraraq hesablasaq 300 çıxılsın 100 bərabər də olacaq 200. 3-dən sonra 2 gəlir. Dedik ki, 0, 1, 2, 3, 4 gələrsə ədəd dəyişmir. 3 olduğu kimi qalır, qalanlar 0 olur və 109-da da 1-dən sonra 0 gəlir, yenə artmır, ədəd olduğu kimi qalır. 220 dəqiq qiymətdir, 200 isə təqribi qiymətdir. Böyük işarəsi qoyulacaq. 599 üstə gəl 203. Eləyəcək 12, 2 yazırıq 1 yadda, 9-un üstə 0 gəldi 9, 1 də yadda
eləyəcək 10, 0 yazırıq. 1 yadda 5-in üstə 2 gəldi. 7, 1 də yadda 8. İndi isə təqribi qiymətlərini hesablayırıq. 599-u 100-yə qədər yuvarlaqlaşdıranda eləyəcək 600. Çünki 5-dən sonra 9 gəlir. 200-də isə, 203-də isə 270 olacaq. Çünki 2-dən sonra 0 gəlir. Təqribi olacaq 800. Aha, 802 dəqiq. 800 isə təqribidir. Böyük işarəsi qoyacağıq. Keçirik növbətini yazırıq. 202 çıxılsın 93. 12-dən 3 çıxanda 9. Qaldı burada 9. 9-dan 9 0 və 1-in də özünü yazmış oluruq. Təqribi isə 200 çıxılsın. Burada heç ümumiyyətlə yüzlük mərtəbəsi olmadığı üçün biz onu əlbəttə ki, onluğa qədər yuvarlaqlaşdırırıq. 200-dən də 90 çıxanda qalacaq 110 və müqayisə edirik. 109 dəqiqdir, 110 isə təqribi qiymətidir. Arada kiçik işarəsi qoyuruq. Keçirik 2-yə baxırıq. Onluqlara qədər yuvarlaqlaşdırmaqla hesablayın. Təqribi cavabı dəqiq cavabla müqayisə edin. Yenə eyni ilə bu dəfə sadəcə olaraq onluqlara qədər müqayisə edəcəyik. Əvvəlcə gəlin dəqiq qiymətə baxaq. Toplayanda eləyəcək 89. Onluqlara qədər yuvarlaqlaşdıraq. 2-dən sonra 2 gəlir. Bir vahid artmayacaq, olduğu kimi qalır. Deməli, qalan da 0-la əvəz olunur. 20, 67-də isə olacaq 70. Çünki 6-dan sonra 7 gəlir. Təqribi olacaq 90. 89 dəqiq qiymətdir. 90 isə təqribi kiçik işarəsi. 73 çıxılsın. Daha doğrusu, 73 çıxılsın 38. Çıxırıq. 13-dən 8 çıxdıq 5. Qaldı burada 6. 6-dan da 3 çıxdıq 3. İndi təqribini hesablayırıq. 73-ü yuvarlaqlaşdırdıqda olacaq 70. 38-də isə 40 olacaq. Çıxanda qalır 30. 35. Bu da 30. Böyük işarəsi. Bir dəqiqə gəlirəm. Bircə dəqiqəyə. Aha. İndi isə keçirik növbətiyə. 199 üstəgəl 34. Əvvəlcə dəqiq qiymət hesablayırıq. Deməli, burada bu dəqiq idi, bu isə təqribi. 9-un üstə 4 gəldi 13, 3 yazırıq 1 yadda. 9-un üstə 3 gəldi 12, 1 də yadda 13, 3 yazırıq 1 yadda, 1 də yadda 270 olacaq. Bu dəqiq qiymətdir. İndi isə gəlin onluqlara qədər yuvarlaqlaşdıraq. Olacaq 200. Çünki 9-dan sonra 9 gəlir. 1 vahid artır. Bu olur 10. Onluq tamamlandığı üçün bunun üstə 1 gəlir. Bu olur 2. Qalanlar da 0-la əvəz olunur. 200 üstə gəl. 34-də də 30 olacaq. Bu da təqribi qiyməti 230. 233 böyükdür 230-dan. Bu dəqiq, bu isə təqribi. Sonra növbəti 578 çıxılsın 321. Dəqiq qiymət 8-dən 1 çıxdıq 7, 7-dən 2 5, 5-dən 3 çıxdıq 2. Təqribi qiyməti hesablasaq onluğa qədər 7-dən sonra 8 gəlir. 1 vahid artacaq. 7 olacaq 8, qalanı isə 0. 2-dən sonra 1 gəlir. Artmayacaq. 3, 2 olduğu kimi qalır. Qalanı 0 olmuş olur. Təqribi bunun da qiyməti olacaq 260. 257 kiçikdir 260-dan. Bu dəqiqdir. Bu da təqribi. Keçirik növbətiyə. 445 üstəgəl 25. Dəqiq qiyməti olacaq 470. Təqribi qiyməti gəlin hesablayaq. 445. 4-dən sonra 5 gəlir. 1 vahid artacaq. 4 olacaq 5. Qalanı 0. Üstəgəl 2-dən sonra 5 gəlir. 1 vahid artacaq. 2 olacaq 3. Qalanı da 0. Bu da olacaq 480. 470 kiçikdir 480. Burada da deməli bu dəqiqdir, bu təqribi.
Sonra 643 çıxılsın 36. 13'dən 6 çıxanda 7, 3-dən 3 çıxdıq 0, altında özü qalır. Onluqlara qədər yuvarlaqlaşdırsaq olacaq 640 çıxılsın 40. Bu da eləyir 600. 607 böyükdür 600-dən. Bu dəqiqdir. Bu da təqribi. Keçirik növbəti 3-cü misalımıza. Əvvəlcə yüzlüklərə, sonra onluqlara qədər yuvarlaqlaşdırmaqla hesablayın hansı cavab dəqiq cavaba daha yaxındır. 445 çıxılsın 109. 15-dən 9 çıxanda qalacaq 6. Burada qaldı 3. 3-dən 0, 3. 4-dən də 1 çıxanda 3 qalır. Bu dəqiq qiymətimizdir. İndi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda yüzlük olacaq deməli 400 çıxılsın 100 bərabərdir 300. Onluqlara qədər yuvarlaqlaşdırdıqda isə baxın 4-dən sonra 5 gəlir. Bir vahid artacaq olacaq 5, qalanı 0 çıxılsın. 0-dan sonra 9 gəlir. Bir vahid artacaq 0 olacaq 1, qalanı da 0. Burada da qalır deməli 340. Hansı daha yaxındır? 336 dəqiq, 300 yüzlükdür, 340 da onluqdur. Əlbəttə ki, 340 daha yaxındır. Sonra 713 çıxılsın 208. Bərabərdir. 13-dən 8 çıxdıq 5. Qaldı burada 0. 0-dan 0, 0. 7-dən 2 çıxanda 5. Bu dəqiq qiymətdir. Daha sonra keçirik yüzlüklərə qədər. Yüzlüklərə qədər 700 çıxılsın 200 olacaq 500. Sonra onluqlara qədər isə 1-dən sonra 3 gəlir. 710 çıxılsın 210. Bu da eləyəcək yenə 500. Baxın, dəqiq qiymət 505-dir. Hər iki tərəfdə də 500 var. Deməli, bunların hər ikisi nə olacaq? Yaxın olmuş olacaq. Sonra 104 üstə gəl 398. Dəqiq qiymət olacaq. 2 yazırıq bir yadda. 9-un üstə 0 gəldim 9. Bir də yadda 10. 0 yazırıq bir yadda. 3-ün üstə 1 gəldi 4. Bir də yadda 5. 502. Bu bizim dəqiq qiymətimizdir. Gəlin indi yüzlüklərə qədər. 1-dən sonra 0 gəlir. Bir vahid artmayacaq. Olacaq 100. Üstə gəl. 3-dən sonra 9 gəlir. Bir vahid artacaq. 3 olacaq 4. Qalan da 0. Bu oldu 500. Onluqlara qədər isə necə olacaq? Gəlin indi ona baxaq. 0-dan sonra 4 gəlir. Bir vahid artmayacaq. 100 olduğu kimi qalır. Üstə gəl. 9-dan sonra 8 gəlir. Bir vahid artır. Bu olur 10. Bir onluq tamam olduğu üçün bunun üstə 1 gəlirik. O da olacaq 400. Bərabərdir 500. Yenə eyni ilə 502 dəqiqdir. 500, 500. Hər ikisi də nədir? Yaxındır. Keçirik növbəti. 879 çıxılsın 92. 9-dan 2 çıxdıq 7. 17-dən 9 çıxanda 8. Burada qaldı 7. 7-dən özün yazırıq. Bu da dəqiq qiymətdir. Daha sonra yüzlüklərə qədər deməli 8-dən sonra 7 gəlib. Bir vahid artacaq olacaq 9. Qalanlar 0. Burada yüzlük olmadığı üçün onluğa qədər bu da eləyir 90. Qalacaq 810. Sonra onluqlara qədər. Onluqlara qədər eləyəndə 7-dən sonra gəlir 9. 7-dən sonra 9 gəlir. Bir vahid artacaq olacaq 8. Qalan 0 çıxılsın. 9-dan sonra 2 gəlir. Artmayacaq olacaq 90. Bu da təqribi qiymətidir. Onluqlara qədərdir. Qalacaq burada da 790.
İndi bizə deyir ki, hansı 787-yə yaxındır? 810 mu, 790 mu? Əlbəttə ki, 790 daha yaxındır. Keçirik növbətiyə. 903 çıxılsın 707 bərabərdir. 13-dən 6 çıxanda 13-dən 7 çıxsaq 6 qalır. Burada qaldı 9. 9-dan 0 9. 8-dən də 7 çıxanda 1 qalır. Bu bunun dəqiq qiyməti. Sonra keçirik, deməli, təqribi qiymətləri yüzlüklərə qədər olacaq 900 çıxılsın 700. Bu da eləyəcək 800. Yox. Bu da eləyəcək 100. 200. Onluqlara qədər 0-dan sonra 3 gəlir, artmır, olduğu kimi qalır. 0-dan sonra 7 gəlir, bir vahid artır, olur 710. Burada da çıxanda qalacaq 190. İndi bizə deyir ki, 196-ya hansı yaxındır? 190 yoxsa 200? Əlbəttə ki, 200. Baxın, bura çatması üçün 4 lazım, bura çatması üçün 6 lazımdır. Əlbəttə ki, 196 200-ə daha yaxındır. Keçirik növbəti. 513 üstəgəl 242. 3-ün üstə 2 gəldik 5. 1-in üstə 4 gəldik 5. 5-in üstə 2 gəldik 7. Daha sonra indi gəlin yüzlüklərə qədər. 5-dən sonra 1 gəlir. 1 vahid artmır. 5 olduğu kimi qaldı. Qalanlar 0. Üstə gəl. 2-dən sonra 4 gəlir. 1 vahid artmır. Olduğu kimi qalır. Qalanlar 0. Elədi təqribən 700. Sonra onluqlara qədər 1-dən sonra 3 gəlir, 1 vahid artmayacaq, olacaq 510. Üstə gəl, 4-dən sonra da 2 gəlir, 1 vahid artmayacaq, olacaq 4. 240. Toplayanda eləyəcək 750. İndi bizə deyir 755-ə hansı daha yaxındır? Əlbəttə ki, bura çatması üçün 55 lazımdır. Bura çatması üçün 5 lazımdır. Deməli, burada ən yaxın olan hansıdır? 750. Belə, keçirik 4-cü məsələmizə. Televizorun qiyməti 337 manatdır. Bizə nə deyilirsə biz onu yazırıq. 337 manat. Paltaryan maşının qiyməti isə 418 manatdır. Alıcı ümumi məbləği təqribi hesabladı və mağazaya gələrkən özü ilə 760 manat pul götürdü. Bu malları almaq üçün onun pulu çatarmı? Gəlin baxaq. Həm onluqlara, həm də yüzlüklərə qədər yuvarlaqlaşdıraq. Onluqlara, yüzlüklərə. Baxırıq. Onluqlara qədər yuvarlaqlaşdıranda 337 olacaq. 3-dən sonra 7 gəlir. 1 vahid artır. 3 olur 4. Qalanı 0. Üstə gəl. 1-dən sonra 8 gəlir. 1 vahid artacaq olacaq 2. Qalanı 0. Toplayanda eləyəcək 760 manat. Və evdən alıcı da 760 manat götürmüşdü. Həqiqətən də təqribən hesablayanda o 760 manat pulu neyniyəcək? Çatacaq. Yazırıq onluqlarda. 760 bərabərdir 760. İndi baxırıq yüzlüklərə. Təbii ki, onu da yoxlamalıyıq. Deməli, 3-dən sonra 3 gəlib, 1 vahid artmayacaq, olacaq 300. Üstə gəl. 4-dən sonra 1 gəlib, artmayacaq, olacaq 400. Bərabərdir 700. Təqribən bu da belə elədi. Deməli, yüzlüklərdə də yenə kişinin, alıcının, qadın və ya kişi 760 manat pulu var. Burada da təqribi elədi 700 manat. Hər iki vəziyyətdə də neyniyər? Pulu çatır. Cavab alıcının pulu çatar. Keçirik 5-ə. Diaqramda nəbatət bağındakı güllərin sayı təsvir edilib. Doğru fikri müəyyən edin. Aha. Bağda təqribən 120 nərgiz var. Baxırıq ki, 120-dən çox aşağıdır bir damcı. Təqribən orada 118 nərgiz var. Təqribən. Və 118-i də
yuvarlaqlaşdırsaq onluqlara qədər. Həqiqətən də 120 dənə nərgiz var. Görürsüz uşaqlar, 120-yə o qədər yaxındır ki, bircə damcı aşağıdır da, bircə damcı. Yəni 2 dənə, 3 dənə belə. Deməli, həqiqətən də təqribən 120 nərgiz gülü var. Yəni bu fikir doğrudur. Doğru. Aha, lalə və qızıl güllərin birlikdə sayı təqribən 300-dür. Gəl görəyin lalə nə qədərdir. Lalə təqribən 80 dənədir. Çünki baxın, heç gəlib burada 85-ə belə çatmayıb. Yəni 82-83 dənədir. Təqribən 80 dənə edər. Təqribən təbii ki. Sonra qızıl güllər isə qızıl gül. Baxırıq. Təqribən bu da 100 dənədir. Çünki 100-ə yaxındır. Hardasa 98-dir. Yuvarlaqlaşdırdıq da eləyəcək 100. Deməli, indi toplayırıq bunların təqribi qiyməti. 100 üstə gəl 80, eləyəcək 180. Amma orada bizə deyirdi ki, təqribən 300 dənədir. Deməli, bu fikir nədir? Uşaqlar, yanlışdır, yanlışdır. Keçirik növbəti. Nərgizlərin sayı, nərgiz, lalə. Nərgizlərin sayı, lalələrin sayından təqribən 20 dənə çoxdur. Baxırıq ki, nərgizin təqribən sayı 120-dir. Lalənin təqribən sayı isə 80-dir. İndi bizə deyir ki, 20 dənə çoxdur. 120 çıxılsın 80 bərabərdir 40. Təqribən 40 dənə çoxdur. Yanlışdır bu da. Ümidvaram sizə bütün hər biri aydın oldu. Keçirik məsələ 6-ya. Elxan evdən marketə. Baxın, evdir, bu da market. Buradan bura 247 addım atıb. Deyir ki, və məktəbdən də marketdən də məktəbə qədər olan yolu yuvarlaqlaşdırıb toplayıbdı. Təqribi cavabın 800 addım olduğunu tapdı. Elxan hesablama apararkən ədədləri yüzlüklərə yoxsa onluqlara qədər yuvarlaqlaşdırdı. Əlbəttə ki, bütün yolu tapmaq üçün 247 ilə 547-ni yuvarlaqlaşdırıb tapmalıdır. Gəlin görək, yüzlüklərə qədər, bir də onluqlara qədər. Aha, 247-ni yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, sizin üçün biraz yaxınlaşdıraq. 2-dən sonra 4 gəlir, bir vahid artmayacaq, olacaq 200. Üstə gəl, 5-dən sonra 4 gəlir, bir vahid artmır, olacaq 500. Təqribi bu 700 elədir. Deməli, yüzlüklərə qədər deyil. Çünki bizə deyir ki, yuvarlaqlaşdırıb toplayanda 800 etməlidir cavab. Keçirik indi. Onluqlara qədər yuvarlaqlaşdırırıq. 4-dən sonra 7 gəlib, bir vahid artacaq, 4 olacaq 5, qalanı 0 və burada da 4-dən sonra 9 gəlib, bir vahid artacaq, olacaq 5, qalanı 0. Təqribi bu eləyəcək 800. Doğrudur. Deməli, cavab onluqlara qədər yuvarlaqlaşdırıb. Aha, belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.